Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla pomidorun qışa bağlama qaydası olacaq. Pomidoru bağlamazdan öncə ən azı 2-3 dəfəyə təmiz yumaq lazımdır. Steril etdiyim bankaların içərisinə para acı biber, 2 diş sarımsaq, 2-3 ədəd dəfnə yarpağı əlavə edirəm. Qeyd edim ki, acı biberin, sarımsağın miqdarını zövqə görə artırıb azaltmaq olar. İçərisinə şüyüt başı və cəfər əlavə edirəm. Doğranmış şirin biber yerləşdirirəm. Digər bankanın içərisinə də sarımsaq, para acı biber, doğranmış şirin biber, şüyüt başı, cəfəri və dəfnə yarpağı əlavə edirəm. Sonda pomidorları bankanın içərisinə yerləşdirirəm. Digər bankanın da içərisinə pomidordan yığıram. Pomidoru bankalara yerləşdirdikdən sonra hər 2 kiloluq 1 kilo 800 qramlıq bankaya bir dolu təpələmə yemək qaşığı duz əlavə edirəm. Pomidorların üzərindən bir diş də qənd əlavə edirəm. Sonda bankaları qaynar su ilə doldururam. Qaynayan suyun içərisinə yerləşdirib 10 dəqiqə qaynadıram. Hər bankaya bir dolu olmayan çay qaşığı uks əlavə edirəm. Bankaların qapağı mütləq təzə olmalıdır. Yaxşı bağlamaq lazımdır ki, içərisinə hava keçməsin. Digər bankanı isə banka bağlayan maşınla bağlayıram. Qapağın üzərindən bu cür lent keçirdikdə daha etibarlı olur. İçərisinə hava keçmir. Sonda bankaları tərs çevirirəm. Axşamdan səhərəcən üzərin bu cür dəsmalla örtüb saxlayıram. Artıq pomidor turşusu hazırdır. Bu üsulla hazırlanan turşunu hətta 2 il saxlasanız belə atmayacaq. Çox gözəl üsuldur. Dadına söz ola bilməz. Hazırlamağa dəyər.